Müəllim uşaqlardan razı qaldı. Razı qalmaq bir satisfy, bir də pleased ilə deyilir. Deyə bilərsiniz ki, the teacher was pleased children və yaxud da was satisfied də deyə bilərsiniz. Onun oğlu artist olmaq istəyir. Onun oğlu, his son wants to be an artist. İki fiil yanaşı gəlib deyə arada to dedik. His son, onun oğlu wants, üçüncü şəxsi tək olduğu üçün s artırdıq. To be an artist, artist olmaq istəyir. Mənim daha sənə ehtiyacım yoxdur. I don't need your help. Belə deyək. Uşaqlar bizə tərəf gəldi. Children are coming towards us. Toward tərəf demək. Towards us bizə tərəf. Gözləyin siz. Uşaqlar kitablarını əllərində saxlamışdılar. Children saxlamışdılar keçmiş zamanda. Kept their books. Və yaxud da children kept their books in their hands. Uşaqlar qarın üzərində sürüşürlər. Children are sliding on the snow. Uşaqlar, deməli, slide sürüşmək deməkdir. Bir də sleep. İndiki davam edici zamanda children sürüşürlər. Nə deyir? İndiki davam edici zamanda uşaqlar qarın üstündə sürüşürlər. İndi görürük. Həmişə uşaqlar qarın üstündə sürüşür desək. Xeyr. Children slide on the snow. Uşaqlar cəmdə feilin sonunda s olmaz. S-i hidə, şidə, itdə deyirik. Amma burada children z-dir. Z olanda s olmur. İnsanlar heyvanları öldürür, ətlərini yemək üçün. Kim insanlar? People nədir? People kill animals for eating their meat. Onların ətlərini. Mən dostlarımla parka gedirəm. I go to the park with my friends. Həmişə gedirəmsə elə deyirəm. I go to the park. I go to the park with my friends. Amma indi gedirəmsə bu dəqiqə. I am going to the park with my friends. Uşaqlar zorpaqda heyvanları bəsləyir. Bu dəqiqə bəsləyirlərsə, children are feeding animals in the zoo. Həmişə bəsləyirlərsə, children feed animals in the zoo. Mənim anam dadlı yeməklər bişirir. Kimin anasıdır? Mənim anamdır. My mother bişirir. Cooks tasty meals. Amma desəm ki, anam indi dadlı yemək bişirir. My mother is cooking tasty meal. A tasty meal now. Meal sayılır dedik. Food sayılmır, meal sayılır. Əli saat 8-də işdən çıxır. Həmişə çıxırsa Əli leaves for work at 8 o'clock. Nahardan sonra biz kompüterdə oynayırıq, biz həmişə oynayırıq. We play, feili dəyişmirik. We play on kompüter ilədir. Kompüterdə, on computer after dinner. Kompüter oynamaq uşaqlar üçün zərərlidir. Burada diqqətli oluruq. Playing, bəli. Playing. Burada dedik, əgər ing-dən başladıqsa cümləyə olur gerund qaydası. Playing computer is harmful. Is deyirik. Çünki diqqətli olun ha, bu qaydanı əzbərin. İng-dən başladıqsa xəbəri təkdə deyirik. Feili təkdə deyirik. Kompüter oynamaq uşaqlar üçün zərərlidir. Bunu dedik. Fermer heyvanlarına hər gün qulluq edir. Hər gün isə təkrar baş verən hərəkətdir. A farmer qulluq edir.
takes care of his animal every day. Heyvanlara qulluq etmək fermerin işidir. İndi bax yenə də ing ilə başlayacaq. Taking care of animals is farmer's work. Fermerin işidir. Heyvanlara qulluq etmək fermer üçün vacib işdir. İndi fermer üçün vacib işdir. Nətər deyəcək? It is an important job to take care of animals. Mən cümlə yadımdan çıxdı. Hardaydı cümlə? Heyvanlar qulluq vacib işidir. Hə. Heyvanlar qulluq etmək fermer üçün vacib işdir. It is an important job to take care of animals for cümlə alınmır. Bu cümlə necə alınır? It is an important work to take care of animals. Bu cümlə belə alınır. Heyvanlara qulluq etmək vacib işdir. Belə alınır. Amma fermer üçün vacib işdir. It is important job for farmer to take care of animals. Fermer üçün əlavə eləyəndə belə gedir. Mən dostlarımla parkda gülləri dərirəm. I pick the flowers in the park. Əgər həmişə eləyirəmsə, amma bu dəqiqə dərirəmsə, I am picking the flowers in the park now. Sən gülləri parkda dərməməlisən. Burada bir qadağa var. You mustn't pick the flowers in the park. Gülləri parkda dərməyə icazə verilmir. Burada isə qadağa var. Deməli, icazə verilmir. It is not allowed to pick the flowers in the park. It is not allowed. İcazə verilmir. To pick the flowers, gülləri dərməyə. In the park, parkda. Sən istəsən gülləri dərə bilərsən. If you want, you can pick the flowers. Mən gülləri dərmək istəyərdim, amma belə etmək olmaz. I would like to pick the flowers, but belə etmək olmaz. Belə də deyə bilərik. It is not right to do it. Belə də deyə bilərik də. İnsanlar mağazalardan ərzaqları alır. People buy food product from store. Mağazadan ərzaq almaq asandır. It's easy to buy product from store. Sənin mağazadan ərzaq almağına mən icazə vermirəm. I don't allow you to buy nə almağımıza? I don't allow you to buy product from store və yaxud da shop. Bacım və mən TV-yə baxırıq. My sister and I. Bax, 2 nəfər var. Bacım və mən. Are watching TV now. Çox müsafiriniz var.